Təvəkkül təkcə hal deyil, həm də əxlaqı dəyişir. Təvəkkül edən adam tamahkar ola bilməz. Çünki hər şey Allahın əlində bilir. Təvəkkül edən adam qəzəbli ola bilməz. Qəzəbimiz nəyə görədir bizim? Ona görə ki, nigaranıq, ona görə ki, inanmırıq ki, işlər Allahın əlindədir, xeyrimiz onun əlindədir. Ona görə əsəbləşirik hadisələrin axarından. Paxıllıq həsəd olmur, çünki bilirsən, bölgə Allah əlindədir, neymət Allahın əlindədir. Heç şübhəsiz ki, həriyə bir şey verib, bir şey verməyib. Bu bölgünün özü bir hikmət əsasındadır. Təvəkkül insanın fikrini düzəldir. Təvəkkül eləyən adamın hadisələrə baxışı ilə eləməyən adamın hadisələrə baxışı tamamilə fərqlidir. Təvəkkül Allaha arxalanan adam hadisələri düz görə bilir. Düzgün nəticə çıxardır, adekvat addım atır. Təvəkkül baxışı düzəldir və hadisələri düzgün dəyərləndirməyə sövq edir insanı. İnsan hər şeyi gözəl və olduğu kimi görməyə başlayır.